46-cı sualın izahı istənildi. Kök altında 15-in kvadratı çıx 10-un kvadratı bölünsün 20. Yuxarı bilirik ki, müxtəsər vurma düsturudur. Müxtəsər vurma düsturu olduğuna görə yuxarını aça bilərik. A kvadratı çıx B kvadratın düsturudur. Yəni A çıx B, A üstə gəl B. Yəni 15 çıxılsın 10, vurulsun 15, üstə gəlsin 10. Məxrəc isə olduğu kimi qalır 20. Məxrəc 20 qalır. 15-dən 10-u çıxanda eləyir 5. 15-i də üstünə 10 gələndə eləyir 25. Burada ixtisarlar var. 20 ilə 25 ixtisara gedir. Yuxarıda qalır 5, aşağıda qalır 4. Hər ikisini 5 ixtisara apardım. Bərabərdir. Kök altında 5-i 5-ə vuranda eləyir 25. Məxrəcdə qalır 4. Və burada da kökdən çıxartsaq, yuxarıda qalır 5. Məxrəcdə qalır 2. 5-i də 2-yə böləndə cavab eləyir 2,5. Yəni E bəndi. 47-ci sualda isə bunların hər biri kökaltı ifadədir. Bunlardan baxarıq ki, bir ədəd çıxır. 144-dən əgər 12 çıxırsa, 1,44-dən çıxar 1,2. Üstə gəlsin. 0,81-dir. 81-dən əgər 9 çıxırsa, 0,81-dən çıxar 0,9. Çıxılsın. 0,36-dır. 36-dan əgər 6 çıxırsa, 0,36-dan da çıxar 0,6. 1,2 ilə 0,9-u toplayıb, ondan da 0,6-nı çıxsaq, cavab eləyər 1,5. Yəni D bəndi.